Salam əziz şagirdlərim və bizi izləyən dəyərli izləyicilərimiz, biz bugün sizə 5-ci sinifdə 7-ci bölmə üzrə Azərbaycan dili fənnindən uşaqların bacarığı əsasında yaratdıqları testləri təqdim edirəm. Bu bizim nailiyyətimizdir. Yəni, uşaqlar artıq test yazmırlar, hazır testləri onlar özləri bölmə əsasında testlər tərtib ediblər. Həm mətin, həm də dil qaydaları əsasında testləri sizə də təqdim edirəm. Jurnal üzrə başlayaq uşaqlar. Birinci jurnal sıramızda gəlsin Kərim. Kərim, buyur. Maşın nəyi bildirir? A variantı hərəkətin adını bildirir. B cismin adını bildirir. C insanın adını bildirir. D heç biri. Doğru cavab A variantı. Maşın şəhərçiləri hansılardır? A maqnat, B liq, C lüqliq, D heç biri. Doğru cavab A bəndi. Düzəltmə isbat imkanlıq şəhərçisi qəbul edilmir. A bəli qəbul edir. B xeyr qəbul etmir. C heç biri. Doğru cavab B. Xeyr, qəbul etmir. Xeyli bağlama imkanlı və təsdiqdə olurmu? A. Bəli olur. B. Xeyr olmur. C. Sadəcə imkanlı olur. D. Sadəcə təsdiqdə olur. Doğru cavab A variantı bəli olur. Bu sözlərdə hansısı isimləşmədir? Birinci, pis olmasa yaxşının qədri bilinməz. İkinci, beşincilər yarışda qalib gəlirlər. Üçüncü, tələsən tanrılar işlər. A variantı 1-2, B variantı 3-2, C variantı 1-3, D variantı 1-2-3. Doğru cavab D variantı 1-2-3. Marafona neçə mindən çox adam qatıldı? A 10.000, B 19.000, C 17.000, D 16.000. Doğru cavab C bəndi 17.000. Sherlock Holmes bir yaşında neçənci oldu? A variantı 2-ci, B variantı 6-cı, C variantı 1-ci, D variantı 3-cü. Doğru cavab A variantı 2-ci. Stop Mandel oyunlarında neçə idmançı iştirak etdi? Doğru cavab 400 idmançı iştirak etdi. Şahanlı neçənci ildə anadan olmuşdur? A variantı 2000-ci il, B variantı 2006-cı il, C variantı 2001-ci il, D variantı 2006-cı il. Doğru cavab A variantı 2000-ci il. Qutardın testləri? Bəli. Uşaqlar, hansı test xoşunuza gəldi? Məndən Buyurun. Ən çox Nərgisən dinən? Axırıncı dərslərimizdən qəşəng. Məryəm, hansı test xoşuna gəldi? Variantlı idi. Aha, buyur. Mən sənəmə çox tez xoşuma gəldi. Yəni bizim əvvəlki dərslərimizə vardı. Yəni bizə təkrar etdik. Amma yəni orada isimləşmə daha da xüsusi bir yer tuturdu. Çox sağ ol. Kərim, çox sağ ol. Testlərinin sadələri də var idi, mürəkkəb testi də var idi. Çox qəşəng Kərim. Afərin. Qiyməti deyərəm sənə. Sağ olun. Növbəti təqdimat Məryəm. Buyur Məryəm. 1. Hansılar qeyri-müəyyən miqdar sayılarıdır? 1, 22, 2, 5, 6, 3, 10, 15, 4, 5'ten 6'da 2, 5, 9, 6, 1, 2. A variantı 1, 4, 5, B variantı 1, 2, 3, C variantı 5, 2, 1, D variantı 2, 3, 6, E variantı 3, 4, 5. Ve burada doğru cevap D variantıdır 2, 3, 6. 2'də 5, 6, 3'də 10, 15, 6'da isə 1, 2. Qəşəng təqdimatlı variantlı testi, amma bölmədən kənara çıxıb biraz. Əvvəlki bölmələrdən. Eybi yox. Davam elə. Marafon qaçışlarında neçə mindən çox adam iştirak edirdi? A. 13 mindən çox, B. 16 mindən çox, C. 17 mindən çox, D. 20 mindən çox. Və burada doğru cavab 17 mindən çox. Düzdür uşaqlar? Bəli. Artıq əllər qalxmışdı. Afərin sizə. Sonraki test. Sherlock Holmes ilk böyük yarışmada neçə yaşında çıxdı? A. 18, B. 12, C. 10, D. 19, E variantı 15. Kim deyər? Şəms, sən dinlə. Düz deyir. Uşaqlar düzdür? Bəli. Qəşəng. 4. Hədəf nə deməkdir? Hədəf nə deməkdir? Kim deyər? Rıza, sən dinlə. Hədəf yəni bizim biz qarşımıza qoyduğumuz məqsəddir. Doğrudur uşaqlar? Afərin. 5. Aşağıdakı cümlədə gələcək zamanı tapın. Lalə məktəbə gedir.
A. Məktəbə. B. Gedər. C. Lalə. D. Heç biri. Doğru cavabı Mən- Səidə dinən gedər. Gələcək zamandır. Qeyri-qəti gələcək zaman. Çox sağ ol. Buyur. Yer zərfi hansılardır? A. İçəri keçmək. B. Cəld qaçmaq. C. Gec gəlmək. D. Xeyli çalışmaq. Hansıdır? Mən burada doğru cavab A variantı içəri keçmək. Düz deyir uşaqlar. Afərin. Əlləri görüm, əlləri. Hansılar isimləşmədir? A variantı. 5-cilər yarışa getdilər. B variantı. 6-cı siniflər idmana getdilər. C variantı. Heç biri. D variantı hamısı. Hansıdır? Kim deyər? Nərgiz dinən. A variantı 5-ciliklər yarışa. Düzdür. Afərin. 8. Hansılar kəsir sayılarıdır? 1. 5-dən 2-də 1. 2. Minlərcə. 3. 35. 4. 2-də 1. 5. Biraz. 6. 5-6. 7. 3'ten 4'te 2. A variantı 2, 5, 6. B variantı 1, 4, 7. C variantı 1, 3, 5. D variantı 2, 3, 4. Hansı oldu Rızalı? B variantı 1, 4, 7. Düz deyir. Afərin. 9. Keçmiş zamanı tapın. A variantı gəlir. B variantı baxacaq. C variantı görür. D variantı danışacaq. Buyur. Mədinə dinən. Gəlib. Düz deyir uşaqlar. Afərin. 10. Aşağıdaki cümlədə sifəti tap. Gözəl qız kitab oxuyur. A. Gözəl. B. Kitab. C. Qız. D. Oxuyur. Mədinə dinən. Gözəl. Doğrudur uşaqlar. Gözəl sözü burada sifətdir. Çox sağ ol Məryəm. Testlərindən sadələri də, mürəkkəbi də, variantlı testlərin çox qəşəng idi və eyni zamanda bir qədər kənara çıxmışdın. Digər mövzulara getmişdin. Yəni başqa bölmələrə. Yenə də sağ ol. Afərin. Zeynəb buyur təqdim et elə testi. Uşaqlar diqqətlə qulaq asın testlərə. Testlərin səviyyələrinə də baxın. 1. Hansı sırada feili bağlamanın sualları var? A. Necə, nə vaxt, niyə? B. Nə, hansı, haçan? C. Heç biri. Burada doğru cavab A variantıdır. 2. Hansı variantda əvəzinin sualları var? A. Haraya, kimə? B. Nə, hansı? C. Heç biri. Burada doğru cavab C'dir. C-də hansı sual idi? Heç biri. Heç biri. Uşaqlar bu testlə razısınız? Hansı bölmədə əvəzliyin sualları var? Əvəzliyin, bütün suallar elə əvəzliyin suallarıdır da. Yaxşı. Deyilməyən əvəzinin sualları var. A. Nə, hara? B. Kimə, nə? C. Haçan, haraya? Burada doğru cavab B variantıdır. Hansıdır doğru cavabda olan variant? Kim, nə? Kim, nə? Düz deyil. Qeyri-müəyyən əvəzliyin isim izah edir. Telekom harada haçan doğulub? A. İngiltərədə 1960-cı illərdə. B. Almaniyada 1780-ci illərdə. C. İngiltərədə 1970-ci illərdə. Burada doğru cavab C variantı. Düz deyil uşaqlar? Bəli. Aha, buyurun. Neçə yaşında neçə metr qaçış qazanıldı? A. 13 yaşında 1500 metr. B. 14 yaşında 1400 metr. C. Heç biri. Burada doğru cavab 13 yaşında 1500 metr. 6. Kelvin neçə yaşında ikinci yeri tuttu? A. 12 yaşında. B. 13 yaşında. C. 16 yaşında. Burada doğru cavab A variantıdır. Düzdür. Təyin əvəzli sualları tapın. A. Necə, nə vaxt? B. Necə, hansı? C. Necə? Burada doğru cavab B variantı. Necə, hansı? 8. Kişi və qadın iştirakçı neçənci yeri tutur? A. 4-cü yeri. B. 5-ci yeri. C. Heç biri. Burada doğru cavab C variantıdır. 9. Romada neçə ölkə və neçə idmançı var? A. 23 ölkə 406 idmançı. B. 22 ölkə 300 idmançı. C. 23 ölkə 400 idmançı. Kim demək istəyir? Əbifə sən dinən. 23 ölkə sayılır. Doğru cavabdır. Afərin. Təyin əvəzi bunlardır. A. Öz, hər, bütün, filan. B. Elə, belə, həmin. C. Heç biri. Burada doğru cavab A variantıdır. Düz deyir uşaqlar? Aha. 11. A vitamini nə üçün vacibdir? A. Görmək üçün. B. Görməmək üçün. C. Hamısı. Sən dinənmədinə? Görmək üçün. Görmək üçün doğrudur? Bəli. Afərin. Sonra? 12. B vitamini nə üçün vacibdir? A. Ürək yaxşı işləmək üçün. B. Ürək yaxşı işləməmək üçün. C. Hamısı. Hətta ümumiləşdirmədən də testlər salıb. Mədinə sən dinən? Düzdür? Afərin sənə. 12 test yazmışdın, hə? Uşaqlar bölməni əhatə eləmişdi. Tam bölməni gördüm. Çox sağ ol Zeynəb.
Jurnal üzrə Rızalının növbəsidir. Rızalı, sən gəl. Uşaqlar, həm də bugün Rızalının ad günüdür. Təbrik eləyək ona. Həmişə zəfərlərlə bizi sevindirsin. Buyur Rızalı, təsbih təqdim elə. Birinci test. Təsviflənməyən feillər çox vaxt nə yaradır? A bəndi söz, B bəndi cümlə, C bəndi söz birləşməsi. Yəni burada düzgün cavab C bəndi söz birləşməsidir. Aha. İkinci sual. Bunlardan biri inkar işlənir. A. Düzəltmə sifət, B. Feili sifət, C. Heç bir. Burada düzgün cavab B variantı feili sifətdir. Doğrudur. Üçüncü sual. Feili bağlama hansı əsas nitqçilərin sualına cavab verir? A bəndi isim və zərf, B bəndi sifət və isim, C bəndi zərf və feil. Burada Doğru düzgün cavab. Kim deyər doğru cavab? Fatimə deyən. Doğru cavab. Əla. Bəli. Buyur. Qeyri-müəyyən əvəzliklər əvəzliyin sualları hansılardır? A bəndi kim, nə, hara, B bəndi kim, nə, C bəndi nə, hara. Hansı? Burada düzgün cavab B bəndi kim, nə. Aha. Təkrar sualdır. Zeynəbdə də var idi. Təsadüflər də belə olur. Buyur. Təyinli əvəzliklər hansılardır? 1 öz, 2 hər, 3 filan, 4 bütün, 5 öz, 6 hər şeyi, 7 hamı. Burada düzgün cevaplarla düzgün cevap variantlar A variantı 1, 2, 7, B variantı 1, 3, 7, C variantı 1, 2, 3, 4. Düzgün cevap burada 1, 2, 3, 4, yani C variantıdır. Çox sağ ol Rızalı. Növbəti testə keç. 6. sual. Lionel Messi hardan? Hardan Dön mətin pərgarları. Bura baxın. Ha, deyilən cavabları. Düzgün cevap A bəndi Argentina. Düz deyir uşaqlar. Aha. 7. sual. Pele neçənci ildə anadanıb? İlləri yığmısan başıma. Buyur. 1980, B 1920, C 1940. Aha. Burada düzgün cevap C bəndi, yəni 1940. Doğru. Kennedy Holmes ilk böyük yarışında neçə yaşında çıxmışdı? A bəndi 20, B 15, C 12. Burada düzgün cevap C bəndi 12. 9. sual. Skelet vəzirlər nə xüsusiyyətini edir? A. Qaçış, B. Hərəkət, C. Nəfəs. Burada düzgün cavab B variantı, yəni hərəkət deməkdir. Düzdür uşaqlar? Hansı vitamin növləri var? Sonuncu sual 1. C vitamini 2, A vitamini 3, C vitamini 4, B vitamini 5, L vitamini ve 6, Y vitamini. A variantı 1, 2, 6, B variantı 1, 2, 4, C variantı 1, 5, 6. Burada düzgün cevap B variantı 1, 2, 4. Yani C vitamini, A vitamini ve B vitamini. Çox sağ ol Rızalı. Sağ olun müəllim. Testləri tam bölməni əhatə eləmişdi. Rıza gəlsin. Buyur Rıza, təqdim elə testləri. Tənəffüs orqanları hansılardır? A bəndi qaraciyər, ağciyər, mədə, ürək. B bəndi burun, ağız boşluğu, nəfəs borusu, ağciyər. C bəndi böyrək və bağırsaqlar. Burada düzgün cavab B bəndi burun, ağız boşluğu, nəfəs borusu və ağciyər. 2. Paralimpiya oyunlarını kim yaradıb? A bəndi Lionel Messi, B bəndi Christopher Kolov, C bəndi Pele, D bəndi isə Ludwig Gutmann. Kim deyər? Mədinə deyən? D variantı adını təqdim elədin, nə idi? Doğrudur Rıza? Bəli. Aha. Kelly Holmes ilk yarışında neçənci yeri tutmuşdu? A bəndi 10, B bəndi 4, C bəndi 3, D bəndi 2 və Y bəndi 1. Birinci Məryəm desin. Düzdür Rıza? Bəli. Afərin. İlk dəfə marafon yarışları neçənci ildə keçirilib? A bəndi 1895-ci ildə, B bəndi 1896-cı ildə, C bəndi 1796-cı ildə, D bəndi 1967-ci ildə. Təqdim elədi doğru cavabı. Çox B sağ olun. bəndi 1896-cı ildə. Düzdür uşaqlar? Aha. Hansı birləşmənin birinci tərəfi sifət deyil? D. A bəndi gümüş üzük, B bəndi möhkəm divar, C bəndi sınıq şüşə, D bəndi ağıllı məsləhət. Burada düzgün cavab A bəndi gümüş üzük. Burada gümüş... Asılı tərəf gümüş isimdir. Bəli. Düzdür? Verilənlərdən biri feili sifətdir. A bəndi ağıllı lövhə, B bəndi hündür bina, C bəndi bacardığım iş, D bəndi uzun ip.
Burada düzgün cevap C bəndi bacardığım iş. Aferin. Aşağıdakilerden hansı fiili bağlamadır? A bəndi həkim gülümsəyərək, B bəndi elektron lövhə, C bəndi sərin hava, D bəndi dərin hovuz. Burada düzgün cevap A bəndi həkim gülümsəyərək. Çox sağ ol. Düzdür uşaqlar? Hansı variantı qeyri-müəyyən əvəzlik verilmişdir? A bəndi elə, B bəndi filan, C bəndi heç kəs, D bəndi sən. Burada düzgün cevap C bəndi heç kəs. Düzdür? Təyin əvəzliyin sualı hansı variantda verilir? A bəndi necə, nə cür, hansı, B bəndi necə, nə cür, C bəndi necə, hansı, D bəndi kim, nə. Burada düzgün cevap Kim deyər? Deyin Əvəzalım. C bəndi. Düzdür? bəli. Aha. Sherlock Holmes harada anadan olur? A bəndi Argentina, B bəndi Braziliya, C bəndi İngiltərə, D bəndi Polşa. Kərim sən dinlə. C bəndi İngilizcə. Düzdür? Bəli. Aferin. Qeyri-müəyyən əvəzliklər seçin. 1. Kimsə, 2. Bütün, 3. Filan, 4. Heç kim, 5. Öz. A bəndi 1, 2, 3. B bəndi 1, 4. C bəndi 3, 4, 5. D bəndi 1, 2. Doğru cavab kim deyər uşaqlar? Fatimə dinlə. Düzdür uşaqlar? Aferin, yaxşı dinlədiniz. Aşağıdakı cümlələrdə hansında isimləşmə baş vermişdir? 1. Rızalı çörək almaq üçün marketə getdi. 2. Onuncular idmana getdilər. 3. Qoca yolu keçir. 4. Anam paltarları yuydu. 5. Gülarə kitab oxuyur. Hansı oldu? Doğru cavabı kim deyər? Dinlə Nərgiz. Anne, qoca. Qoca kitab oxuyur. Mən bir dənə də var ki. Aha, dinlə. Mən o da onuncular idmana getdilər, bir də qoca yolu keçir. Yəni 2-3. Aferin. Çox sağ ol. Qutardı testləri. Uşaqlar xoşunuza gəldi Rizanın testləri. Tam bölməni əhatə elədi və hətta variantlı testləri bir neçə dənə idi. Çox sağ ol. Aferin sənə. Zəhra testləri bir təqdim edə. Test 1. Finiş xətti hər kəsin uğur hekayəsinin başlandığı nöqtə cümləsində əsas fikir nədir? A. Yarışın bitməsi. B. İnsanların uğur qazanması və özünü sınaması. C. Qaliblərin mükafat alması. D. Qaçışın çətin olması. Hansı idi? Məncə B variantı insanların uğur qazanması və özünü sınaması. Düzdür uşaqlar? Buyur. Test 2. Mətnin küləyə qalib gələnlər mətnin ideyası nədir? A. Bakı haqqında məlumat vermək. B. İdmanın insan həyatındakı rolunu göstərmək. C. İştirakçıları tanımaq. D. Yarış qaydalarını izah etmək. Doğru cavab Səidə dinlə. B variantı. Düzdür uşaqlar? Test 3. Aşağıdakilərdən hansı feili bağlamadır? 1. Gülərək. 2. Oxuyan. 3. Qaçıb. 4. Yazmaq. 5. Düşünmədən 6 gəlmək. A variantı 1, 3, 5. B variantı 2, 4, 6. C variantı 1, 2, 3. D variantı 3, 4, 5. E variantı 1, 2, 6. Doğru cavabı kim deyər uşaqlar? Diqqətlə qulaq asın. Zəhra, təzədən bir dəfə daha oxu uşaqlar. Diqqətlə qulaq asın. Aşağıdakilərdən hansı feili bağlamadır? 1. Gülərək. 2. Oxuyan. 3. Qaçıb. 4. Yazmaq. 5. Düşünmədən 6 gələn. A variantı 1, 3, 5. B variantı 2, 4, 6. C variantı 1, 2, 3. D variantı 3, 4, 5. E variantı 1, 4, 6. Müəllimə, Aha. mən orada yatıb sözü ıb şəkilçisi həm zamanında, həm də feili bağlamaq. Aha, düşünürsən ki, onu iki cür başa düşmək olar. Yəni feili bağlama kimi götürmək olar, elə? Doğru cavabı deyilən Zəhra. Mən A variantı 1, 3, 5. Sözləri də təkrarla. Gülərək, qaçıb, düşünmədən. Düz deyir uşaqlar. Aferin. Buyur, sonraki testi də dinlə. Qəşəng testidir bu. Test 4. Haşiyə nə demək? Haşiyə nə deməkdir uşaqlar? Kim deyər? Rıza dinlə. Mən hansısa mətndən bir kənara çıxan bir məlumat. Aha. Təkcə mətndə deyil, ümumiyyətlə söhbət arası da başqa bir söhbətə keçid eləyəndə bu haşiyə adlanır. Doğrudur? Buyur. Test 5. Switzer soyadını həm qızlar, həm də kişilər daşıya bilərmi? A. Bəli, B. Xeyr. Fatimə dinlə. Daşıya bilərmi uşaqlar? Aha, bizdə də elə adlar var, ikili adlar. Buyur.
6. Anti və patiya sözlərinin mənaları nədir? Kim deyər? Hansı mətndəndir bu? Şəmsiyyə? Anti, yəni Yunan dilinə qarşı patiya məhəbbət, Yunan dilinə qarşı məhəbbət. Doğru cavabdır. Buyur. Test 7. Aşağıdakilərdən biri mətndəki fikirlərə aid deyil. A. Şəhər sakinləri, qonaqlar 20 mindən çox insan qeydiyyatdan keçib. B. Yarışlarda 16 yaşdan yuxarı hər kəs iştirak edib. C. Marşrut 25 kilometr məsafəni əhatə etdi. Doğru cavab. Səidə demək istəyirsən? C. Marşrut 25 kilometr məsafəni əhatə etdi. Düzdür? Afərin. Test 8. Küləyə qalib gələnlər mətnində bizə nəyi öyrədir? Nəyi öyrədir uşaqlar bu mətn bizə? Kim demək istəyir? Deyirəm Rıza. Rızalı desin. Ben bu mətn bizə öyrədir ki, yəni mənim əsas odur ki, yəni biz həmişə birinci yerə çıxmaq deyil, yəni öz rekorlarımızı yenmək, yəni mənə həmişə yəni özümüzü sınamaq lazımdır, yəni həmişə birinci yerə çıxmaq deyil, yəni bu da bir böyük bir başarıdır, yəni heç vaxt güvəndən düşmək lazım deyil. Aha. Uduzmaq da nailiyyətdir bəzən. Uduzmaq bəzən bizi daha irəliyə aparan bir gücdür, qüvvədir. Aydındır? Bəli. Daha Zəhra. Test 9. Hansı cümlədə dəqiq bilinməyən, qeyri-müəyyən şəxs haqqında danışılır? 1. Bugün o dərslərini yazdı. 2. Bugün birisi dərslərini yazdı. Dəqiq bilinməyən, qeyri-müəyyən. Nə deməkdir? Məryəm deyilən qızım. O birisi dersin. Birisi bilinmir kimdir. Ha, necə əvəzlikdir bu uşaqlar? Qeyri-müəyyən əvəzlik. Çox sağ ol. Test 10. Çip nə deməkdir? Nə deməkdir? Özün deyilən cavabı? Elektron hesablama sistemləri yaratmaq üçün istifadə olunan mikroskom. Çox sağ ol. Qutardı testlərin. Zəhranın testləri fərqli idi uşaqlar. Daha çox sözlərin leksik məzmunu ilə bağlı testlər qurulmuşdu, amma bölməni də əhatə eləmişdi. Sağ ol Zəhra. Daha jurnal sırasında kimdir uşaqlar? Sıra Mədinədədir. Mədinə buyur. Test 1. Qan damar sisteminin mərkəzi hansı orqandır? A. Mədə, B. Ağciyər, C. Ürək, D. Yolun varsa, düz cavab C. Ürək. Düz deyir uşaqlar. Bəli, afərin. İkinci test. Məsələ hərəkətin adını bildirir. Bunu uyğun nümunə gətirin. Yazmaq bilmək. Üçüncü test. Şəhanə neçənci ildə doğulub? A. 1998, B. 2000, C. 1986, D. 2005. Doğru cavab B. 2000. Düzdür? Bəli. Aha. Test 4. Hansı cümlə hərəkət bildirir? A. Şagird ağıllıdır. B. Gül qırmızıdır. C. Yazma şagird. Doğru cavab C. Yazma şagird. Yazan hərəkət də var da, yəni fe'li sifətli hərəkət də var. Afərin. Beşinci test. Kelly Holmes neçənci ildə anadan olub? B. A. 2005, B. 1971, C. 2004, D. 1970. Doğru cevap D. 1970. Altıncı test. Messi neçə dəfə qızıl top qazanır? A. 7, B. 10, C. 5, D. 7. Doğru cevap A. 7. Rıqaya demək istəyirdi. Buyur. Adina. 7 kubuk qazanmışdı, düzdür? 7-ci. Qeyri-müəyyən əvəzliklər hansı suallara cavab verir? A. Necə, hara, B. Kim, hara, C. Kimlə, D. Necə. Hansı? Doğru cavab C. Kimlə. Düzdür uşaqlar? Aha, təkrar sualdır, amma eybi yox. Fərqli yazmışsınız sərəniz ayrı-ayrı. 8-ci test. D vitamini hansılar yoxdur? A. Soğan, pərli, çilək, süd, B. Yumurta, balıq, mantar, C. Portağal, pomidor, çörək, D. Avokado, banan. Doğru cavab B. Yumurta, balıq, mantar. Ümləşdirici çalışmadan idi də bu test, düzdür? Afərin. 9-cu test. Cümlədə ismə aid olub onu ümumi şəkildə təyin edən əvəzliklərə nə əvəzlik deyilir? Cavab təyini əvəzliklər. Təyini əvəzlik əşyanı necə ümumi şəkildə təyin edir? Buyur. 10-cu test. Küləyə qalib gələnlər mətnində iştirakçılar ilk neçənci yer uğrunda mübarizə apardılar? A. 1, B. 6, C. 3, D. 4. Doğru cavab C. 3. Düzdür? Bəli. Afərin. Qutardın? Çox sağ ol. Bölməni əhatə eləmişdi uşaqlar, düzdür? Testləri maraqlı idi. Sağ ol Mədinə. Mən sizə bəzi sözlər deyə bilərəm. Buyur. Məsələn ki, mən Mədinənin dedikləri sözlərdən biri çilek. Bu türk sözüdür. Yəni biz türk deyilik ki, türk sözlərindən istifadə edək. Yəni Azərbaycan sözü olaraq çiyalay deyə bilərik. Çox diqqətlisən, təşəkkür edirəm. Orada mantar sözü. Mantar sözünü mən də diqqət elədim, bəli. Əslində
göbələk yazmalıydı. Çox sağ olun uşaqlar, diqqətlisiz. Sıra Fatimədədir. Fatimə buyur. Birinci soru. Hansı cümlədə isimləşmiş söz işlənmişdir? A. Qocalar parkda dincəlirdilər. B. Həyətdə hündür ağaclar var. C. Çalışqan şagirdlər var. D. Bugün hava çox soyuqdur. A. Doğru cavab A variantıdır. Cavabın bəkdən deyilən cavabı təqdim elə. A variantı qocalar parkda dincəlir. Qocalar kim sualına cavab verir, düzdür? Amma bilənlər var idi uşaqlar. Fatimə, biraz gözləyəsən, uşaqlardan da soruşun. İkinci sual. Görmək üçün hansı vitamin vacibdir? A. C vitamini, B. D vitamini, C. A vitamini, D vitamini. Zəhra, sən deyilən. A variantı. Düz deyil. Hansıdır? Heç biri. C variantı A vitamini. A vitamini düz dedi də Zəhra. Zəhra A variantı C vitamini verir. Yaxşı. Davam elə. Cümlələrdə sifətləşən sözləri müəyyən et. Birinci cümlə. Pambıq köynək çox rahat idi. İkinci cümlə. Onun saçı yumuşaq idi. Üçüncü cümlə. O dərsdə yaxşı iştirak etməmişdi. Dördüncü cümlə. Qızıl sırğa Nərgizə yaraşırdı. A variantı 3, 2, B variantı 1, 2, C variantı 4, 1, D variantı 3, 4. Doğru cavabı kim demək istəyir? Sayda dinlə. C variantı. Düz deyir. Aferin. C variantını bir də təkrarla. C variantında dördüncü cümlə qızıl sırğa Nərgizə yaraşırdı. Birinci cümlə pambıq köynək çox rahat. Bəli, pambıq və qızıl sözləri isimdə, amma sifətləşib. Təşəkkür edirəm Fatimə, çox qəşəng. Dördüncü sual. Kelly Holmes ilk yarışında neçə yaşında və neçənci yerdə oldu? A variantı 12 yaşında 7-ci yer, B variantı 16 yaşında 1-ci yer, C variantı Zəhra. 9 yaşında 2-ci yer, D variantı 12 yaşında 2-ci yer. Zəhra dinlə ilk əl. D variantı 12. Düzdür. Aferin. Beşinci sual. İdeal nədir? A. Pul saxlama qabı, C. Mətn nəticəsi, B. Bir şeyin ən mükəmməl nümunəsi, D. Kitab növü. Doğru cavabı kim demək istəyir? Şəmsən dinlə. B variantı düzdür Fatimə. Aferin. Altıncı sual. Fe'li sifətin neçə şəkilçisi var? A variantı 26, B variantı 6, C variantı 10, D variantı 12. Kim desin uşaqlar? Reyla dinlə. Neçə? B variantı. B variantında neçə dənə idi? Sualın cavabının neçə dənə idi? 6 dənə idi B variantında. Yaxşı, fe'li sifətin 6 şəkilçisi var. Sonra Yedinci sual. Verilən fikirlərdən hansı yanlışdır? Birinci cümlə. Vitaminlər təbii və süni olur. qəşəng sualdır. Onların həddindən artıq qəbulu da xəstəliklərə səbəb ola bilər. Üçüncü cümlə. Vitaminlər ziyanlı maddədir. Dördüncü cümlə. B vitamini ürəyin yaxşı işləməsinə kömək edir. A variantı birinci cümlə, B variantı dördüncü cümlə, C variantı üçüncü cümlə, D variantı ikinci cümlə. Kim demək istəyir doğru cavabı? Mədinə sən dinlə. Vitaminlər ziyan vericidir. Bəli, vitaminlər ziyan vermir. Doğru cavabdır. 8-ci sual. Çempion ola bilərəmmi mətnində Şəhanənin hansı problemi var? A. Eşitmirdi, B. Gözü zəif görürdü, C. Yoxdur, D. Ayağı yoxdur. Hansı problemi vardı Şəhanənin uşaqlar? Kim desin? Mədinə yeni sən dinlə. Görmürlər. Görmürdü. Düzdürmü uşaqlar? Görməyən çempionlar hansı olimpiyadada iştirak edirdilər? Sonra 9-cu sual. Hansı cümlələrdə məsələ işlənmir? A. Dərsləri yaxşı oxumaq lazım. dayan. Dinlə. Uşaqlar həyətdə oyun oynayır. D. Havada gəzmək çox gözəldir. Doğru cavab hansıdır? C variantı. Uşaqlar həyətdə oyun oynayır. Burada məsdər yoxdur. Doğrudur. 10-cu sual. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənmişdir? A variantı. Hamı kitab oxumağa başlayır. B variantı. O çox gözəl qız idi. C variantı. Biz yürüyüşə çıxdıq. D variantı. Mən dərslərimi hazırladım. Doğru cavab? A variantı. Hamı kitab oxumağa Aferin. Qurtardın. Uşaqlar bölməni əhatə eləmişdi. Testləri çox maraqlı idi. Variantlı testlərinə görə də təşəkkür edirəm Fatimə. Təşəkkür. Sıramız Əbülfəzdədir. Əbülfəz buyur testləri təqdim edə. Uşaqlar diqqətli olun. Birinci sual. Şahanə neçənci ildə hansı şəhərdə
2003-cü ildə Bakı şəhərində və 1999-cu ildə Şuşa şəhərində, C 2000-ci ildə Sumqayıt şəhərində, D 2007-ci ildə Lənkəran şəhərində. Zeynəb dinən. Mən burada doğru cavab C variantıdır. Hardan adam olub? Sumqayıt. Neçənci ildə? Düzdür uşaqlar? Afərin. Buyur, davam elə. İkinci sual. 1960-cı ildə neçə ölkə, neçə idmançı iştirak edib? A 23 ölkə 400 idmançı, B 20 ölkə 320 idmançı, C 10 ölkə 900 iştirakçı ve D 15 ölkə 200 iştirakçı. Kim desin doğru cavabı? Məryəm dinən. Cevap 23 ülke 400 idmançı. Düzdür? Afərin. Buyur. Matında 6 günde taktım. Bir ilk büyük yarışıma 12 yaşında çıktım. 2 birinci yere çıkmıştım. 3 13 yaşında 1500 metre kaçtı. 4 1980. yılda anadan olup 5 1500 metre pasava kaçtığıyla şampiyon oldum. Doğru cavabı dinən. A 1 3 5, B 2 4 5, C 2 3 4, D 3 5 4. Zeynəb dinən görüm. Mən doğru cavab A variantıdır. 1, 3, 5. Düz deyir Əfəz. Afərin, gözəl dinlədin. Variantlı testidir. Fiili sıfat nail xüsusiyyətini daşıyır. A. Sıfat və ismin, B. Say və ismin, C. Feil və sıfatın, A. Feil və say. Kim deyər? Dinən Mədinə. Feil və sifətin adından da feili sifət. Çox sağ ol. B. Feil və zayıfın xüsusiyyətlərini daşıyan dil qaydası hansıdır? A. Feili sıfat, B. Mastar, C. Təsriflənməyən Feil. D. Feili bağlamaq. Doğru cavab özün dinən. D. Feili bağlamaq. Düzdür. Feil və zərfin xüsusiyyətinə. Afərin. Sonra Küləyə qalib, matında küləyə qalib qalanlar sözünün mənası nədir? nə deməkdir? Özün dinən. Mənə Bakı külələr şəhəridir, yəni mənə qaçış keçirilir, külə... Dinən. Bakı küləkli şəhərdir. İdmançılar da küləkdə iştirakçılar üçün küləyə qalib gələrlər. Bacı-bacıdır da həmişə. Qardaşa görə necə dəstək oldu. Çox sağ olun. Əyləş. 7-ci sual. Küləyə qalib gəlanlar matında neçə mindən çox adam iştirak edir? A. 20 mindən, B. 12 mindən, C. 17 Zeynəb. D. 15. Zeynəb doğru cavab. Düzdür? Bəli. Afərin. Qeyri-müəyyən əraziklər hansı? Qeyri-müəyyən əraziklər hansı suala cavab verir? A. Necə, nə? B. Kim, necə? C. Kim, nə? D. Hansı? Bu sualı çoxunda gördüm. Qaydalara əsasən edilmişsiniz, eybi yox. Doğru cavab yenə də Zəhra sən dinlə bu dəfə. Kim nə sualına? Doğrudur, əyləş. 9. Necə, hansı suallarına cavab verən dil qaydası hansı? Necə hansı suallarına cavab verən dil qaydası yox, nitq hissəsi. Kim deyər? Kərim dinlə. Sifətin suallarıdır, düzdür, əyləş. Nə demək istəyirsən? İşarə əvəzi yox, sifət dedi. 10-cu sual təqdim elə. Fener neçənci ildə anadan olub? A. 1950-ci il, B. 1960-cı il, C. 1990-cı il, D. 1940-cı il. Neçənci? Cavab D. 1940-cı il. Çox sağ ol. Qutardın? Əyləş. Testlərin yaxşı idi, yaxşı idi. Bir-iki təkrar test var idi, eybi yox. Daha kimin sırasıdır? Mədinə, buyur. Avazlık ne hissəsidir? A. Köməkçi nitq hissəsi, B. Böyük nitq hissəsi, C. Heç birisi. Əvəzi hansı nitq hissəsidir? Əvəzi köməkçi nitq hissəsidir. Uşaqlar, kim düzəliş verir? Əsas nitq hissəsidir. Aha. Eybi yox, sonraki sualları bir oxu. Hansı feili sifətə aiddir? A. Sualına cavab verir, B. Təsdiqdə və inkayda olur, C. Nə sualına cavab verir? Hansı? Cavab B. Necə idi? B variantında necə idi? Doğrudur. Feilə aid xüsusiyyətidir. Buyur. Bəzi sözlər adlıqçılara pozar. Mən bacım kitab aldı, o məktəbə getdi. Məktəblilər kitabxanaya getdi. Taxtaları ustaya verdim. 6 boşqabları anama verdim. A 3, B 4 5 3, C
C, B, 2, 5. Doğru cavabı özün dinən. Nəyə əsasən qurmuşdun bu testi? Çox sağ ol. Davam elə, qəşəng testidir. Hansı vitamindir ki, öğrenci işləməsində yaxşı kömək edir? A, B, A variantı B, B variantı D vitamini, C variantı E, D variantı B bəndi, E variantı isə B bəndi ilə D bəndi. Hansı doğru cavabdır? Kim demək istəyir? Rəyala bilərsən? Buyur dinən. A variantı düz deyir Mədinə. E variantı idi. Diqqətli olun. Buyur, sonraki testi oxun. Hansı söz məsələyə aiddir? A. Baxmaq, bilmək, oxumağa. B. Gözəl, gerçək, qəşəng. C. Hündür, balaca, qısa. Kərim dinən. B. Gözəl gerçək. Səhvdir. Səhv cavabdır. Kim düzün deyər? Fatimə dinən. Məstər istəyirdi. Kərim, diqqətli olsaydın deyərdin. Çox sağ ol. Davam elə. Mətndə belə sual yoxdur. Şahanə 2001-ci ildə anadan olub. Uşaq yaşlarında arzusu idmançı olmaq idi. C isə hamısı. Neçənci il? Kərim yenə də dinən. 2001-ci. Düzdür. Nasafdır. Aha, doğru cavab. Deyir ki, matematik Hamısı. Hansı fikir yoxdur? Buyur, kim deyər? Dinən. Hamısı düzdür uşaqlar. Afərin. Kellogg neçənci ildə anadan olub? A. 1882, B. 1970, C. 2000. Buyur dinən. B. 1970-ci ildə. Doğrudur. Küray qalib gələnlər yarışında neçə yaşdan çox insan iştirakçı, neçə yaşdan yuxarı iştirakçılar olmalıdır? A. 26 yaş, B. 38 yaş, C. 16 yaş. Doğru cavab. C. 16 yaş. Düz deyir. Afərin. Hansı sifatlaşmadır? A. Yeni cavab, B. Mavi kalem, C. Yaşıl meşə. Doğru cavabı təqdim eləyin. A variantı yön cavab. 10-cu sual. Uduzandan ədək mətndə mətnin kimin adından yazılmışdır? A. Kellogg Holmes, B. Müəllifin, C. Hamısının. Kimin adından yazılmışdı uşaqlar? Doğru cavabı Rızalı dinən. Düzdür. Doğru cavabı dinən. C. Variantı hamısı. Onun testinə görə yanaşmaq lazımdır. İlahi sözü hansı nitq hissəsidir? A. İsim, B. Fiili sifət, C. Fiili bağlamaq, D. Sifət, Y. Fəal. Buyur. Cavab C. Fiili bağlamaq. Aha. 2. Uşaq gülərək danışırdı cümləsində fiili bağlamaq hansıdır? A. Uşaq, B. Danışırdı, C. Gülərək. Hansıdır? Doğru cavab? C. Gülərək. Gülərək. Buyur. 3. Hansı cümlədə fiili sifət işlənir? A. Uşaq qaçaraq evə getdi. C. B. Yazan şəkil səssiz idi. C. Mən kitab oxudum. D. Hava çox soyuqdur. Doğru cavab? B. Yazan şəkil səssiz idi. Yazan fe'li sifətdir. İndiki zamana aiddir. Bəli. Hansı sözlər fiili sifətdir? 1. Yazan şagird. 2. Sınmış boşlar. 3. Gülümsəyərək. 4. Qaçan at. 5. Gördükcə. 6. Bacardığı iş. A variantı 1, 2, 3. B variantı 4, 5, 6. C variantı 3, 4, 5. D variantı 1, 2, 6. Variantlı testi özün de və oxu onları. Görək hansıları düz seçmisən. Cavab D variantı 1, 2, 6. 1. Yazan şagird. 2. Sınmış boşqab. 6 da bacardığı iş. Bacardığım iş. Afərin sənə. Qəşəng testidir, variantlıdır. Bölməni də əhatə edən bir testdir. Buyur. 5. Hansı təsniflənməyə feildir? A. Yetişmiş. B. Baxmaq. C. Həvəslə. D. Yazan. Doğru cavab? A. Yetişmiş. Yetişmiş fe'li sifətdir. Təsniflənməyən fe'ldir. Düzdür? Buyur. Hansı sözlər Maraton Afrikada Bakıya mətninə aiddir? 1. Pioner. 2. Karyera. 3. Hədəf. 4. Çip. 5. Sonra. 6. Potensial. A bəndi 1, 2, 3. B bəndi 4, 5, 6. C bəndi 3, 4, 5. D bəndi 1, 4, 5. Əla testi. Söz boğçasından istifadə eləmirsən. Buyur, hansı cavab idi? Cavab D variantı 1, 4, 5. Sözlər hansı idi? 1. Pioner. 4. Çip. 5. Sonra. Düz deyir uşaqlar. Bəli. Afərin, buyur. Aşağıdakilərdən biri Lionel Messi'yə aiddir. A.
12 yaşında boksla məşğul olub. B. 1963-cü ildə New-Yorkda anadan olub. C. 1987-ci ildə Argentinada anadan olub. D. 1940-cı ildə Braziliyanın kiçik bir şəhərində Zeynep. anadan olub. Artıq Zeynəb deyinəm. 1987-ci Argentinada Argentinada. Düzdür? Səidə doğru cavabdır. Yaxşı. Davam elə. İcmalda uzandığı müəyyən mətnində yazmaqda müəllifin əsas məqsədi nə idi? A variantı həyatında baş vermiş hadisəni nəql etmək. B. Rast gəldiyi varlığı təsvir etmək. C. Mövzu ilə bağlı fikir yürütmək. D. Faktlara əsaslandırmaq, elmi məsələlər aydın etmək. Doğru cavab. Həyatda baş vermiş hadisəni nəql etmək. Düzdürmü uşaqlar? Bəli. Buyur. 9. Marifin qaçışına 3 nöqtədən yenidən çox adam iştirak etmişdir cümləsi nöqtələrin yerinə nə var? A variantı 20, B variantı 22, C variantı 17, D variantı 19. Kim deyər? Doğru cavabı kim desin? Reyla, bəlkə sən deyəsən. Neçə? Düz deyir uşaqlar. Doğru cavab hansıydı Səidə? Doğru cavab C. C variantını razısınız uşaqlar C variantı ilə? Yaxşı. Buyur. Hansı cümlə doğrudur? İcmalda uzanmış aydın. A. Yadında saxla, qalib gəlməməyiniz uğursuzluqdur. B. Mən məktəbdə olanda həmişə qazanırdım. C. Yarışda neçənci yer tutmağın fərqi yoxdur. Doğru cavabı kim deyər? Mədnə sən dinə. C yarışlar neçəli Doğrudur uşaqlar. Mətnin məzmunu da ideyası da elə bu idi. Yaxşı, qutardın. Çox sağ ol Səidə. Bölməni əhatə eləmişdim. Təşəkkür edirəm. Daha kim qaldı? Jurnal üzrə sıra kimdə idi uşaqlar? Oxu Rüqəyə. Proses tənəffüs orqanları hansılardır? Hansılardır? Burun və ağız boşluğu, nəfəs borusu, ağciyər. Aha, hansılar? Cavab elə burun və ağız boşluğu, nəfəs borusu, ağciyər. Afərin. Başqa cavablar da qoymuşdun. Bir dənə beni oxu görür. Mən açıq sualım. Eyb yox, oxu. 2 variant. Şahanə neçənci ildə və harada doğulub? Hə, özün cavab ver. A variantı 2000-ci ildə Sumqayıtda, B variantı 2007-ci ildə Bakıda, C variantı 2004-cü ildə Rusiyada. Cavab A variantı. Düzdür uşaqlar. Diqqətli olun. Buyurun. Test 3. Paralimpiya oyunları 1-ci milli yarışında neçənci ildə olub? Kim deyər? Paralimpiya yarışları neçənci ildə olur? 1997-ci ildə, B variantı 1958-ci ildə, C variantı 1948-ci ildə. Fatma, sən deyinən bu dəfə. C variantı 1948-ci ildə. Çox sağ ol. Əyləş. Test 4. Kelly Holmes neçənci ildə olub və harada anadan olub? A variantı 1970-ci ildə İngiltərədə, B variantı 1989-cu ildə Amerikada, C variantı 1999-cu ildə Bakıda. Neçənci ildə Şəms sən deyinən? 1970-ci ildə Rusiyada. Afərin, əyləş. Çox sağ ol. Test 5. Lionel Messi neçənci ildə Argentinada çempion olub? A variantı 2020-ci ildə, B variantı 2022-ci ildə, C variantı 2024-cü ildə. Əllər. Zeynəb, buyur. 1987-ci ildə. Düzdür uşaqlar? Bəli. Afərin. Test 6. Maraton yarışlarında neçə mindən çox adam iştirak edirdi? A variantı 17 mindən çox, B variantı 19 mindən çox, C variantı 18 mindən çox. Reyla, sən deyinən bu dəfə. Düz deyir uşaqlar. Neçə mindən çox? 17 mindən çox. 17 mindən çox. Sağ olun. Test 7. Marşrut neçə kilometr məsafə əhatə etdi? A variantı 20 kilometr, B variantı 21 kilometr, C variantı 24 kilometr. Zəhra deyinən. 21 kilometr. Düzdür? Afərin. Test 8. Vitamin hansılardır? A variantı sümükləri möhkəmləndirir, B variantı ürəyi yaxşı işlər. Test
vitamini hansılardır? A variantı sümükləri möhkəmləndirir. B variantı ürəyin yaxşı işlənməsinə kömək edir. C variantı orqanizmdə gücləndirir. İmmuniteti gücləndirir. Doğru cavab C variantı. C variantı. Düzdür uşaqlar? Test 9. Siyahi sözünün mənası nədir? A variantı yüksək mənalı dəyərlərə malik mədəni savadlı adam. B variantı müəyyən sahə. C variantı qadın adı. Doğru cevabı kim demək istəyir? Şəmsən dinən. A variantı. Doğrudur uşaqlar. Ziyalı sözün mənasını oxu bir dəfə sənə A variantını bir daha. Yüksək mənəvi dəyərlərə malik mədəni savadlı adam. Çox sağ ol. Sonraki test. Test 10. Polisiya sözünün mənası nədir? A variantı ata babalar, ulu babalar. B variantı şeiri əsərlərinin məcmusu. C variantı günə batan vaxt. Doğru cevap. B variantı. Düzdür uşaqlar. Aferin. Qurtardın. Çox sağ ol. Sən də bölmə ilə bağlı testlər yazmışdın. Testlərinə görə təşəkkür edirəm. Növbə kimdədir? Sıra kimdədir? Nərgizdə. Nərgiz gəl. Birinci sual. Hərəkətin adını bildirən təsriflənməyən feili nədir? A. Feili sifət, B. Məsdər, C. Feili bağlamaq, D. İsim, D. Feil. Məmurda cavab B. Məsdər. Düzdür? Aferin. 2. Çempion ola bilərəm mətnində nailiyyətlərin artdıqca bacarar deyənlər də təbii etdir. Bacarmaz deyənlər də cümləsi hansı hissəyə aiddir? A. Sonluq, B. Giriş, C. Əsas. Doğru cevap kim deyir? Yenə Zeynəb əlini qaldırıb birinci. Rüqaya əlini qaldırıb. Kim demək istəyir? Mən deyim. Şəmsən dinən. A. Sonluq. Düzdürmü? Aferin. 3. Paralimpiyanın tarixindən mətnində o dövrdə bu yarışlar necə adlanırdı? A. Olimpiyat, B. Paralimpiya, C. Stop mandemir oyunları, D. Lütfit Utman, Y. Rom. Doğru cevap Səidə desin. Düzdürmü? Çok sağ ol. 4. Aşağıdakilerden B6 vitaminine hansı qidalar aiddir? 1. Banan, 2. Qarpuz, 3. Balıq, 4. Kök, 5. Avokado, 6. Ət. A variantı 2, 4, 6. B variantı 1, 3, 5. C variantı 3, 5. D variantı 1, 3, 6. Y variantı 4, 6. Doğru cevap üniversiteci tapşırıktandır. Doğru cevap Rıza desin. Bana cevap 1, 3, 5. Düzdür mü Nərgiz? Aha düz değil. Zeynep sen dinle. D variantı. Düzdür mü? Aferin. Buyur. 5. sual. İdmanda uduzanda nə edək mətnində nə başa düşdünüz? Mən açıq. Cevabı özün dinle. Uduzsan belə bu yoldan dönməməli. Aferin. 6. Aşağıdakilərdən hansıları feili sifətdir? 1. Gəlmək, 2. Gedəcək, 3. Oxuyanda, 4. Sərilmiş. A variantı 1, 4. B variantı 3, 4. C variantı 2, 3. D variantı 1, 2. Y variantı 2, 4. Aferin. Doğru. Kim demek istiyor? Meryem demek istiyor. Meryem dinle. Düzdür mü? Çok dikkatlisin Meryem. 7. sual. Potensial nə deməkdir? A. Yüksək, hündür, uca. B. Hələ reallaşmamış, istifadə olunmamış güc, qüvvə, ağıl. C. Hər hansı işin başlanğıcını qoymuş şəxs. D. Baş əymək. Reyhan sen de. Düzdür mü? Aferin. 8. sual. Feili bağlamanın xüsusiyyətlərini yazın. Açık sualdı. Özün yaz. Hərəkət bildirir, təsdiq və inkarda olur. Hərəkət bildirilən sözlə bağlı. Feylə ait xüsusiyyətləridir. Çox sağ ol. Aferin. 9. Məşhur çempionlardan statlar mətnində Michael Jordan neçə oyun uduzmuş və neçə dəfə atdığı top səbəbə düşməmişdir? A. 300 min, B. 1000, E. 10 min, 9 min, C. 300, 9 min, D variantı 100, 150, Y variantı 200, 65 min. Əlfə sən dinən. D variantı 100, 150. Düzdür mü? Ha? Mədinə sən dinən. 309 bin. Yaxşı sən dinən. Kim demək istəyir? Sən dinən. Düzdür mü? Aferin. Sonra 10. sual. Aşağıdaki sözlerden hangisi əvəzdir? A. O. B variantı sarı. C variantı ki. D variantı amma. Y variantı çünkü. Kim deyər? D
Şəms sən dinən? Düzdürmü? Aha. 11. Bakı marafonu hansı şüar altında təşkil olunur? Kim cavab verər? Şüar altında. Rıza dinən? Küləyə qalib yanır. Düzdür? Afərin. 12. Bu iki yarışda neçə yaşdan yuxarı hər kəs qeydiyyatdan keçə bilər? A. 21, B. 53, C. 18, D. 5. Ki hamınız demək istəyirsiniz? Mədinə sən dinən? Düzdürmü? Əla. 13. Aşağıdakı cümlələrdən hansıları isimləşmişdir? 1. Rənglənmiş rəsmlər çox gözəldir. 2. İlliklər gəldi. 3. Lala gözəl qızdır. 4. Saniyə dərsdə 5 aldı. 5. Qoca balaca qıza nəsihət edir. A. 1, 4, B. 2, 5, C. 3, 5, D. 1, 5, C. 2, 4. Doğru cavab. Kim demək istəyir? Maşallah. Dinləməyinizə görə təşəkkür edirəm. Reyla dinən sən qızım. B variantı 2, 4. Düzdürmü? Çox sağ ol. 14. Sifət say feili sifət o zaman isimləşir ki, A qabağında sifət olmasın və ismi sualını qəbul etsin. B qabağında ismi olmasın və ismi sualını qəbul etməsin. C arxasında sifət olsun və feili sualını qəbul etsin. D qabağında ismi olmasın və ismi sualını qəbul etsin. Doğru cavabı özün də inən. Mən D variantı. Aferin sənə. Müəllimənin cümləsini yaz. Bu halaldır sənə. Mənim 15-ci sual. Verilmiş isimləri sifətləşdirin. Polad, gümüş, pambıq, yum. Buyur. Mənim polad dəmir, gümüş sırğa, pambıq parça, yum kömür. Doğru cavabı dinən. Mənim açıq sual. İzah elə. Mənim sözlər polad idi. Poladı sifətləşdirəndə polad dəmir, gümüşü sifətləşdirəndə sırğa, pambığı sifətləşdirəndə pambıq parça, yumu sifətləşdirəndə yum kömür. Aha, Polad balta eləyək də. Polad iradə, Polad balta. Aferin. Qutardı testlərin. Uşaqlar 15 test təqdim elədin də bizə. Halaldır sənə Nərgiz. Çox sağ ol. Təqdimat da, nitqin də, testlərin də üst-üstə 100 bal dəyərində dəyərləndirirəm səni. Uşaqların da qiymətlərini deyəcəm. Sıra bizim Şəms qızımızda, günəşimizdə. Birinci sual. Qan damar sisteminin orqanı hansıdır? A. Ürək, B. Damar, C. Qan damarı. Kim desin doğru cavabı? Kərim dinən. Düzdürmü? Afərin. 2. Öyrənmək heç vaxt gec deyil cümləsində təsdiqlənməyən feili seçin. A. Gec deyil, B. Öyrənmək, C. Heç vaxt. Doğru cavabı özün dinən. B. Öyrənmək. Düzdürmü uşaqlar? Aha. Zəhra diqqətli olun. Buyur. Üçüncü sual. Məslək məsuliyyətə görə dəyişirmi? A. Bəli, B. Xeyr, C. Heç biri. Aha. Doğru cavab dinən. A variantı. Məsəl mənsubiyyətə görə dəyişir. Afərin, qəşəng testi. Dördüncü sual. Dəf etmək sözünün mənası nədir? A. Maneəni keçmək. B. Maneəni aradan qaldırmaq. C. Maneəni aradan qaldırmaq. Dəf etmək. Fatimə dinən. C. Maneəni aradan qaldırmaq. Çox sağ ol. Beşinci sual. Lütfik Gutman hansı xəstəxananın cərrahı sayılır? A. Stockholm Clinic, B. Britaniya, C. Paralelliya. Doğru cavab. Zəhra dinən. Düzdürmü uşaqlar? Bəli, cavablandır. Davam elə. İçməli suda bir stəkan mənə cümləsində feili sifəti seçin. A. İstəkan, B. İçməli, C. Suda. Doğru cavab özün dinən. B. İçməli. Davam elə. 7. Düzəltmə sifəti imkanlıq şəkildə. Düzəltmə sifət imkanlıq şəkildə qəbul edilir. A. Edir, B. Etmir, C. Əlbəttə edir. Doğru cavab. B. Etmir. C. 8-ci sual. Külək qalib gəl şüarı altına nə keçirilir? A. Bakı marafonu, B. Külək qalib gəlmər, C. Heç biri. Doğru cavab. A. Bakı marafonu. Afərin. 9-cu sual. Neçənci ildə harada ilk marafon oyunları keçirildi? A. 1896-cı ildə Almaniyada, B. 1896-cı ildə Afinada, C. 1896-cı ildə Bakı. Doğru cavab. B. 1896-cı ildə Afina. Çox sağ ol. Düppədüz. 10-cu sual.
Hansı cümlədə isimləşmə baş vermişdir? A. Beşincilər, 5-ci siniflər gimnastikaya getdilər. Doğru cavab kim deyər? Məryəm deyən. Cevap 5-ciler gimnastik. Çox sağ olun uşaqlar. Cavab 5-cilər isimləşmə idi. Mən təşəkkür edirəm sizə uşaqlar hər biri. Neçə? 11-də yazmısan, buyur. Əvəzliyə əsasən nöqtələrdə hamı səhvdə özünə əvəz edə bilir cümləsində nöqtələr yerinə hansı söz yazılacaq? A. Nitq hissələri, B. Hissələri, C. Heç biri. Nə yazılsa doğru olar? Zeynəb deyən. A variantı necə? Əsas nitq hissələri. Çox sağ olun. 12-ci sual. Feil bağlama həm feili, həm də nöqtə xüsusiyyətlərini daşır cümləsində nöqtələr yerinə uyğun gələn sözü tapın. Əvvəz deyən. A. Feili, B. Zərfi, C. Heç biri. Əvvəz deyən. A. Zərfi. Doğru cavabdır mı? Hə, çox sağ olun. 13-cü sual. Status sözünün mənası nədir? Açıq sual. Status sözünün mənası nədir? Kim deyər? Özündə buyur. Müəyyən insanlarla bir-birinə yazışmaqdır. Deyilən Hüquqla müəyyən edilmiş hal. doğrudur, bəli, doğrudur. 14-cü sual. Feili sifəti seçin. A. Yazan şagird, B. Qaçağan ad, C. Heç biri. Hansıdır doğru cavab? A. Yazan şagird. Düppədüz. Buyur. Mən Qurtardın. 14 sual. Halaldır sənə. Cəhd eləmirsən hamısından. Uşaqlar, hər birinizə təşəkkür edirəm. Testlərin təqdimatında bəzən oldu nitq qabiliyyətini nəzərə alıram. Testlərdə fəallığınızı nəzərə alaraq, uşaqlar, siz məni çox sevindirdiniz bu günləri. Yəni, gözəl bacarıq nümayiş elədiniz. Hər birinizi təbrik edirəm və ballarınız mükəmməl olacaq. Başda Nərgiz 100 bal olmaqla digər